Selamu ala Resulillah və ala alihi və ashabihi və mən vələ. Bugün də qardaşlar, məclislərimizin, toplantılarımızın, münasibətlərimizin böyük ədəbə, ərkana ehtiyacı var. Əksər hallarda müsəlmanlar bir araya gəlməyə üstünlük verirlər daima, nəinki tək qalmaq. Bəzən elm məclisləri olur, bəzən şadlıq məclisləri olur, bəzən qohum əqraba ziyarətlərində toplanmalar olur. Yəni, insanlar adətən diyalog üzrə olurlar çox zaman. Yəni, məclislərdə danışırlar, söhbət edirlər, fikir bilirlər və s. Ona görə, istər qadın olsun, istər kişi olsun, belə şeylərlə, belə münasibətlərlə tez-tez qarşılaşdıqları üçün diyalog zamanı, danışıq zamanı bəzi ədəblərə riayət etmələri lazımdır. Hansı ki, o ədəblər bizə İslami ədəblərdir. Dinimiz öyrədib ki, danışıq əsnasında, toplantı əsnasında biz bu şeylərə riayət edək, biz bu şeyləri tətbiq edək, əməl edək. Ki, hətta məclislərimizdə, toplantılarımızda maraqlı olsun və şəriətə uyğun olsun. Adətən, qardaşlar, adətən əxlaq insanlara ən çox təsir edən bir amildir. Əxlaq, tərbiyə, mədəniyyət başqalarına ən çox təsir edən bir səbəbdir. Ona görə buna fikir vermək lazımdır. Xüsusən də müsəlmanlar bunu nəzərə almalıdır başqaları ilə bir araya gəldiyi zaman. Ola bilsin insan savadlıdır, ola bilsin insan müəyyən qabiliyyətləri var, ola bilsin insanın müəyyən xeyir tərəfləri var. Amma ola bilsin toplantıda, diyalog zamanı, danışıq zamanı elə bir əxlaq, elə bir üslub göstərsin ki, hörməti aşağı düşsün. Ona görə hörmətini həm məclislərdə, həm cəmaatın içində qorumaq istəyirsənsə, gərək tələb olunan ədəblərə fikir verəsən. O ədəblərdən, qardaşlar, hansı ki, fikir verməlisən, o da fayda verməyən şey danışmamaq. Hansı şeyin ki, söhbətə əlaqəsi yoxdur. Fayda yoxdur. Kimsə o söhbətdən nə isə faydalanmır. Hətta bəzən məclislərdə olur ki, insan zarafat eləyir. Çünki zarafat etmək həddi zatında qadağan deyil İslam dinində. Muhammed sallallahu aleyhi və səlləm də, xəlifələri də, sahabələr də zarafat eləyiblər. Amma zarafat olunsa belə o İslam dairəsindən qırağa çıxmamalıdır. Zarafat adı ilə kimisə təhqir etmək olmaz, kimisə qeybətini etmək olmaz. Zarafatdır deyə, zarafat bəhanəsi ilə yalan danışmaq olmaz, zarafatı uzatmaq olmaz və s. kimi. Zarafat var, amma həddi və miqdarı, zaman və məkana uyğun olmalıdır. Bir insan, siz baxın, yemək məclisində insanları yeməkdən, içməkdən, çəkindirən, diysindirəsi mövzulardan zarafat adı ilə danışması düzgün olarmı? Yox, olmaz. Çünki məkana uyğun deyil bu. Və yaxud da bir adam tualetə girib, tualetdə oturub eşləklərlə zarafat eləyir. Olar bu şey? Uyğun deyil, məkana uyğun deyil. Və yaxud da getmişsən həccə. Həccə getmişsən. Arafada durub zarafat eləyirsən, lağ-lağ eləyirsən. Olar bu? Zamana uyğun deyil, çünki bu həcdir, Arafa da həccin ta özüdür. Gərək bu yerdə sən bu yerdə ibadətlə məşğul olasan, dua ilə, zikirlə, Quran oxumaq və s. kimi şeylərlə. Bu, yəni insana hər zaman nəsib olan yer deyil. Ona görə, qardaşlar, birinci ədəb, riayət olunması məclislərdə, diyaloglarda odur ki, fayda verməyən şeylər haqqında danışmağı çoxaltmamalısan. Buna bizə ora ləhcədə sərsərilər deyirlər, sərsəri. Buna ərəb dində də sərsəri deyirlər. Sərsəri yəni boş yerinə, faydasız yerə danışan adamlara deyirlər sərsəri. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədis var, qardaşlar. İmam Əhməd ibn Həmbəl Musnəd kitabında, İbn Hibban Sahih kitabında, İbn Əbi Şeybə Musannaf kitabında, İmam el-Bağavi Şərh-i Sünnədə gətirir. Hamısı Əbu Tha'ləb el-Xuşəni radiyallahu anhudan. Sadəcə Tirmizdə gələn hədisdə, bu hədisi İmam Tirmizi Cəbir radiyallahu anhudan rivayət eləyir. Hədis həsəndir. Şeyx Albani rəhməhullah silsilə sahihədə gətirmişdir. Hədis belədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: İnnə min əhəbbikum iləyyə
Sizdən mənə ən sevimli olanınız, sizdən ən çox sevdiyim kəslər və aqrabakum minni fil axirə, axirətdə mənə ən yaxın olanınız əhasinukum əxlaqan, əxlaqı ən gözəl olanınızdır. Yəni bizdən kim bugün ən gözəl əxlaqı sahib olarsa, qiyamət günü, axirət günü Peyğəmbər sallallahu əleyhi və səlləm onu daha çox sevəcək və Peyğəmbərə daha yaxın olacaq. Bizdən kim daha əxlaqlı olarsa, Peyğəmbərə daha yaxın olacaq cənnətdə. Və innə əbğadakum iləyyə, və sizdən ən çox qəzəbim gələn kəs, və əbədəkum minni fil axirə, və qiyamət günü məndən ən uzaq olanınız əsvəukum əxlaqan, ən pis əxlaq sahibi olanınızdır. Yəni bir insanın əxlaqsızlığı həm Peyğəmbərin qəzəbinə gəlməyə, həm də Peyğəmbərdən uzaq düşməyə səbəb olur. Peyğəmbər s.ə.v sonra bu pis əxlaqdan 3 dənə misal gətirir. Əs-sərsərun, sərsərlər, faydasız yerə danışanlar, əl-mütəfəqqihun, özlərini bilmiş sahib bəyənənlər, əl-mütəşəddiqun, dərinliyə gedənlər. Deməli, insan faydasız yerə danışarsa, özünü öyərək, hamıdan üstün tutaraq danışarsa və danışarkən insanların irzlərinin, namuslarını ortaya qoyarsa, ona aid olmayan şeylərə girərsə, bunların hamısı o insanın pis əxlaqından sayılır. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, İbn Abdülbar gətirir, Bəhcətül Mücəlis və Unsul Mücəlis kitabında. Əbu Hüreyrə radiyallahu anh deyir ki, Lə xayra fi fudulil kələm. Faydasız kəlamda xeyr yoxdur. Avsa İbn Abbasin radiyallahu anhuma racülən. İbn Abbas radiyallahu anhuma bir kişiyə tövsiyə eləyir. Lə tətəkəlləm bimə lə ya'nik. Sənə aid olmayan şey danışma. Fə innə zəlikə fadl. Çünki o boşuna danışmaqdır. وَلَسْتُ آمِنًا عَلَيْكَ مِنَ الْوِزْرِ. Belə olduğu halda mən sənə garanti verə bilməzəm ki, günah qazanmırsan. وَدَعِ الْكَلَامَ فِي كَثِيرٍ مِمَّا يَعْنِيكَ حَتَّى تَجِدَ لَهُ مَوْضِعًا. Hətta sənə aid olan söhbətləri danışmaqda tələsmə, ta yerində və məqamında olmadıqca. Ata İbn Əbi Rabah radiyallahu anhu, Abdullah İbn Abbas radiyallahu anhuman tələbələrindəndir, tabeinlərdəndir, deyir ki, kənu yəkrahuna fudulul kələm. Sahabələr fayda verməyən kəlmələr danışmağa pis baxarlardı. Pis baxarlardı. İmam-ı Nəvavi rahmehullah gətirir Riyad-ı Salihin şərhində, qardaşlar, deyir ki, İ'ləm ənəhu yənbəği likulli mükəlləfin ən yəhfəzə lisanəhu ən cəmi'əl kələm illə kələmən zaharat fihil məsləhə. Bilginən ki, hər bir həddi buluğa çatmış qadın və kişi fərqi yoxdur. Hər bir həddi buluğa çatmış müsəlmana vacibdir ki, məsləhət olmayan sözlərdən dilini qorusun. Əgər danışdığı şey həm, yəni ki, mübah olarsa, mübah, yəni nə günahdır, nə savab deyil, bəlkə də bunu danışmaması, susması danışmağından daha xeyirlidir. Ona görə, əziz qardaşlarım, madəm ki danışacaqsan, madəm ki danışacaqıq, onu ən azından danışdığımız zaman faydalı şeydən danışmağa çalışacaq. Şərt deyil ki, söhbətin hamısı dindən olsun. Bu şərt deyil bu. Dünyavi şeydən də danışa bilərsən, ticarətdən danışa bilərsən, ola bilsin siyasətdən danışırsan, ola bilsin ki, müəyyən əkindən, biçindən, hər şeydən danışırsan, yəni mövzu nədən də ondan danışırsan, fikrini bildirirsən, amma fayda verməyən şeylər danışmayın. Və yaxud da aid olmayan şey danışma. Məsələn, burada oturmuşuq, danışırıq, məsələn, namazın fəzilətindən, biri də ortadan çıxır, kələmdən danışır. Qarpızdan danışır, nə bilim, soğanın qiymatı belə getdi, kələm belə gəldi. Yeridir mi, qardaşlar? Ha?
Və yaxud da bugün indi danışırıq, taxıldan danışırıq. Deyirik ki, taxıl vaxtıdır, danışırıq ki, əkmək lazımdır, səpmək lazımdır, belə lazımdır. Bir də ortaya çıxır, bir də ki, Peyğəmbər salsan deyir, yalan danışanlara Allah lənət eləsin. Və yaxud da bir adam qalxır ortadan, Peyğəmbər salsan hədis rivayət edir, deyir ki, sağ əlinizlə yeyin, sağ əlinizlə sol əlinə şeytan yer. Heç müqəddimə olmadan girir məsələ belə bir qapı eləyir, belə bir söhbət eləyir. Bu da ədəbdən deyil. Hətta danışdığın şey haqq olsa belə, əgər düzgün deyilsə, məqama zamana uyğun yerdə deyilsə, sənin bunu danışmağın doğru deyil. Bəzi insanlar var, ola bilsin, haqq danışır, amma haqq danışmağı ilə nifrət elətdirir dinə. O demək deyil ki, hər haqq danışılan, hər haqq söz hər yerdə demək olar. Sən tualetdə təkbir gətirə bilərsən? Hə? Təkbir yaxşı sözdür. Allah böyükdür deməkdir. Allahu Akbar. Və yaxud Fatihəni oxuya bilərsənmi tualetdə? Danışdığın haqq yerdə, amma yerə uyğun deyil. Ona görə qardaşlar, bu çox önəmlidir. Və həmçinin diyaloq zamanı ən çox üstün veriləsi şeylərdən biri də odur ki, danışdığın zaman, əgər obşi məclisdirsə, ümumi məclisdirsə, indi dərs keçirik, mən oturmuşam, xatırladıram, dinimizi xatırladıram və siz də dinləyirsiniz. Bunun ədəbi belədir yəni. Bu dərs belə olur. Amma biri də var, dərs deyil, ümumi toplanmışıq 10 nəfər, söhbət eləyirik. Mən imkan vermirəm ki, kimsə danışsın. Ancaq özüm danışıram. Bu da düzgün deyil, qardaşlar. Əgər məclis ümumi məclisdirsə, sən 5 saniyə danışdınsa, imkan ver 5 saniyədə o danışsın. 5 saniyədə o danışsın, 5 saniyədə o da danışsın ki, məclis gözəl keçsin. Bəzi adamlar, görür ki, sənin da əylənmə fikrin yoxdur, başqa şeylər fikirləşməyə başlayır ki, yoruldu da bu. Bəziləri oturub, növbə gözləyir ki, mənə nə vaxt çatacaq? O çərət ki, mən danışacağam. Bu şeyə fikir verin. Məclisdə oturdunsa, söhbət sənə çatdırsa, biraz fikrini bildir. Sonra imkan ver, gör başqası nədir? Başqası danışarkən sözün ağzında qoymayın. Cümlənin mübtada gəlir, xəbər gəlmir. Əvvəlini danışıb, kişi axırınadan fikrini çatdıra bilmir. Həmçinin danışan zaman, qardaşlar, ümumiyyətlə diyaloqun ədəblərindən tez cavab verməyə tələsməməlisən. Məsələn, adam var, nəyisə soruşur və yaxud 5-6 adam oturmuşuq burada, bir nəfər gəlir, sual verir. Sən tələsmə cavab verməyə. Tələsmə. İstərsən tək səndən soruşsun, istərsən cəmaatdan soruşsun. Tələsmə. Çünki tələsib cavab verdiyin zaman əksər vaxtları xata eləyirsən. Və həmçinin pis əxlaqın, diyaloq zamanı, pis əxlaqın növündən qardaşlar, mən buna müşahidə olmuşam. Bir adam özü danışır, 5 dəqiqə özü danışır, yanındakı adam danışmağa başlayanda durur, çıxır, gedir. Özü danışır, polunu, ürəyini boşaldır, elə bismillah deyib yanında danışmağa başlayanda mən getdim. Salam aleykum. Yanındakı o danışanda o adam ona qulaq asır. Sonra fürsət sənə çatır. Elə ki, o danışmağa başlayır, telefonu çıxardır, WhatsApp-la yazışır. Bu adam sanki bir ağaca danışır söhbəti. Bu da düzgün deyil. Sən onun vaxtını almışsın, o səni dinləyir, indi sən onu dinləmək məcburiyyətindəsən. Və həmçinin, bu da pis əxlaqdandır. Bir adam özü danışır, o dinləyir. Sonra danışanda deyir ki, yalan danışırsan. Belə şeylər də var. Nə danışanda deyir, düz danışmırsan, yalan danışırsan. O adam nə edir? Pərt eləyir. Və həmçinin danışarkən diyaloq zamanı pis ədəblərdən sayılan səbəbsiz yerə səsini qaldırmaq. Çığıra-çığıra danışırsan, bağıra-bağıra danışırsan, bu yeri yoxdur bunun. Məsələn, oturmuşuq, bir adamın evində misafirik. Bir bazı söhbət düşənmiş, bağırma bağırırsan.
Bir-iki günlərdə bir yerdə olduq. Eşdə 3-4 nəfər söhbət eləyir. Biz də o bir tərəfdə bir otaqda söhbət edirik. Mən elə bildim eşdə boğuş var. Çıxdım, gəldim, görəsən nə var? Görüm iki adam söhbət eləyirlər sadəcə. Amma səs tonları elə idi ki, sanki eşdə bir-birini baltalayırlar. Səsə fikir verəcəksən danışdığı zaman. Və həmçinin bu da var qardaşlar, bu şeyi, yəni bu danışdığım şeylər, yəni gördüyüm şeylərdir. Hası ki, yəni nəzərdə tutmuşam ki, bu şeylər haqqında qardaşları tənbih eləmək lazımdır. Gedirsən yanına, oturursan söhbət edirsən və yaxud da gelsən birinin yanına nəsə bir iş söhbət eləməsə, 5 dəqiqəlik sənin vaxtın var. Tamam mı? Gedirsən söhbət eləməyə, Salam aleykum, aleykum assalam. Ağzını açırsan ki, 2 söhbət eləsən, deyir gözlə. 45 dəqiqə 50 dəqiqə sonra telefonla danışır. Ona görə qardaşlar, yəni bu çox ədəbsizlikdir. Xüsusən də bu vəzifəli adamlarda olur. Sən gedirsən yanına, kağız verirsən, məsələn, qol çəkiləsi sadəcə. Çart olur telefona, götürür telefonu, qulağını 45 dəqiqə 50 dəqiqə danışır. Bir dənə qol çək, gözləyirsən 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə. Sonra da əsəbləşəndə deyirsən ki, qardaş qol çək. Deyir, gözün görmür, mən telefonla danışıram. Tamam, səbr edirsən genə də. Deyirsən, bir dənə qol çək, çıxım gedim də. Deyir, ədəbli ol da, tərbiyəli ol yenə. Görürsən, telefonla danışıram. Amma gerçək ədəbsizlik, tərbiyəsizlik odur ki, bir insan bir balaca işi yola verə bilərsə 1 saniyənin, 3 saniyənin, 10 saniyənin içində sən o adamı oturub gözlətdirirsən saatlarla ki, sən zato nə edirsən? Telefonla danışır. Özü nədən danışır? Mən filan yer etmişdim, filan restoranda yaxşı yemək yedim, balığı belə idi, xiyarı elə idi, nə bilim, salatası elə idi, belə şeylərdən danışır. Bu adamın işi var axı. Bu da ümumiyyət və ünsiyyətlərdə olan ən böyük xatalardan biridir. Yəni bu şey biraz ərəblərdə daha çoxdur. Yanına gedirsən, oturursan, saatlarla telefonla söhbət edir. Sonra diyalogda olan xatalardan qardaşlar, ədəbsizliklərdən heç nəyin üstündə qəzəblənmək. Heç bir səbəb yoxdur, biri başlayır özündən çıxmağa. Siz belə məclislərdə olmuşsunuzmu? Heç nə yoxdur ortada, biri qızışır məsələ. Çünki bir adam səbəbsiz yerə məclisdə əsəbləşdirsə, məclisin dadı qaçır. Videoların içində də var da, qovalları danışırsan o anda, danışır, komandayı sorur, baxır, özlərdən ağır baxır vallahi, onu da danışır komandayla. Həmçin qardaşlar, bu son olsun. Diyalog zaman ədəbsizliklərdən 2 adam söhbət eləyir. 2 adam söhbət eləyir, biri heç izin almadan girir ortaya, başlayır söhbət eləmək ikisi ilə də. Bunların söhbəti qalır yarımçıq. İkisinin önəmli söhbəti var. Öyle gəlir, içəri girir, salam aleykum deməyə peşman eləyir. Başlayır söhbət eləməyə. Bunlar qalır belə. Sonra öz danışır ancaq. Bu da problemdir. 2 adamın danışdığını gördünsə, 2 adam danışır. İzin almadan gedib ortalarına girmə. Sünnədə varid olan budur. İzin almadan gedib məclislərini pozma. Allah Azze ve Celle bizləri islah eləsin. Gözəl əxlaqlı, tərbiyəli qullarını etsin. Allah Azze ve Celle'dən diləyirəm bizləri gözəl söz danışan, gözəl söz dinləyən və haqqı götürənlərdən etsin. Sallallahu aleyhi ve sellem və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi ecmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.